Küləklər bunun ixtiyarında. Küləklər, görün nə əzəmətdə Peyğəmbərdir. Küləklər bunun ixtiyarında. Küləklərin də rəhbəri bu kişidir. Bir dənə də sehirli xalçası var. Keçən dəfə dedim, deyirlər sehirli. Sehirli xalça böyle deyir, oturdu xalçanın üstünə, elə bu xalçadan idi. Yəni düzdür, o vaxt belə əl işiydi bu, sehirli, fabrik işiydi. Bir dənə xalçası var, oturdu üstünə, küləyə əmr edirdi ki, məni götür filan yerə apar. Küləyi də götürdü, aparır. Yenə öz xalçası ilə dünyanı seyirdir. Kərbəlanın üstündən düşəndə, keçəndə külək Həzrət Süleymanı saldı quruğana. 4 quruq fırlatdı. Həzrət Süleyman küləyə deyir ki, nə onu çıxardırsa, sən kimdir ki fırlanır? Quruq yoxmuş, yox, düz turasına gedir. Nə məsələdir? Nə oldu sənə birdən-birə? Məsələ budur, külək fırlanmağınla işim yox diyor, Peyğəmbərə əziyyət edirsən sən. Niyə fırlanırsan? Bilirsiniz də, Süleymanların da Süleymanlığı bir həddəcəm olur da. Musa gəldi, çatdı dənizə, əsanı vurdu dənizə ki, bölün keçin. Yol açılan buradan keçin. Dənizdən səs gəldi. Musa, mənim yiyəm sən deyilsin. Yiyəm desin ki. Həzrəti Musa'nın əsası da bir həddəcəmdə. Kəman ki, Həzrəti Süleymanın hakimiyyəti də bir həddəcəm. Dedi ki, yiyəm mənə desin, mən də keçin. Yəni Allah mənə gəlin göstəriş versin. O çatdı, Allah evlisi, zarafat yeri değil mi? Çatır filonda. Dedi, yox, olmaz. Gərək yiyəm mənə göstərir. Dəniz imtina elədi. İnkar elədi. Dedi, yox, mən eləmirəm. Cəbrail nazil oldu. Musa, istəyirsən buradan yol açılsın sənin üçün, sən və ümmətin nicat tapasan? Dedi, hə. Dedi, birinci bir dənə salavat deyil, sonra əsanı vurginan. Allahümmə salli ala Muhammed və ali Muhammed. Həzreti Musa bu nə idi o? Həzreti Musa bir dənə salavat dedi, əsanı vuruyor bu üçün. Baxın, Həzreti Musa'nın da gücü, əsasının da icazı bir həddəcən. Bəzən o ilişən məqamlar olur. Həzreti Süleyman küləklərin hakimidir, amma bəzən görürsən küləklər Süleymana da baxır. Külək bunu 4 dövrə fırlattı Kərbəlanın üstündə. Sonra da oturdu yerə. Bunun xalçasını götürdü, oturdu Kərbəlada yerə. Həzreti Süleyman dedi, külək, bunun böyüyüdür də, bu da bunun işçisi. Nə oyun çıxardırsan? Nə edirsən? Dedi ki, bu cür olmaz ki, sən buradan belə rahatçılıqla keçəsən, şahanə formada belə uçursan. Yoxdur belə söylədiniz. Niyə? Dedi, bura Hüseyin ibn Əlinin qətligahıdır, şəhid olan yeridir. Sən onun müsibətin burada yaşayıb, yaşamasın, keçmək olmaz. Həzrət Süleyman gördü küləkdən keçir. Əlin açdı küləklərin yiyəsinə. Allah, bu nə işiydi? Cəbrail nazil oldu. Süleyman, bura külək deyən kimi Hüseyin ibn Əlinin qətilgahıdır, şəhid olan yeridir. Burada sizin silsilənin sonuncusunun nəvəsi şəhid oldu. Yəni Peyğəmbərlər silsiləsində. Və sonuncu Vəsinin oğlu burada şəhid olacaq. Sən burada ona ağlamasın, keçə bilməyəcəksin. Böyle rahat altında xalça da var. Oturdu orada İmam Hüseyin Aleyhisselam'a. Hazreti Süleyman Roza dedi. Yani Cəbrail dedi. Bu müsibəti dinlədi, ağladı, durdular dedi.